Ağamız zuhur etməmişdən qabaq cəmiyyətdə fəsad çoxalacaq. Bizim vəzifəmiz öz imanımızı qorumaqdır. Bunu bildik. Gərək biz öz imanımızı qoruyaq ki, bugünkü axirət zaman qeybət dövründə imanımızı əldən verməyək. Hətta imamlarımız bizə nə deyirdi? Həmin o gündə imanı qorumaq, əlin içərisində köz saxlamaq qədər ağır və çətin olacaq. İndi həmin o zaman haqqında, o dövran haqqında Əhl-i Beyt imamlarımız nə deyib? Mən İmam Sadiq əleyhissalamın bir kəlamında o zaman baş verəcək fitnə fəsadları deyirəm və çıxış yolunda da imamın sözünü sizə çatdırıb söhbətimi yekunlaşdırıram. 6-cı imamımız haqq olan natiq İmam Cəfər Sadiq əleyhissalam belə buyurur. O zaman zülüm hər yerə yayılacaq. Dünyanın elə bir yerini tapmazsan ki, orada zülüm olmasın. Baxın, indi daha sosial şəbəkə var. Hara baxırsan zülümdür. Zülüm artdıqca bilin, həmin o ağının da zuhuru yaxınlaşacaq. İmam deyir, zülüm hər tərəfə yayılacaq. O zaman batil əhlini qabağa verərlər. Haqq əhlini geriyə çəkərlər. Bu adam düz adamdır. Yox, bunun qabaqda yeri yoxdur. O ki, batildə onu qabağa verərlər cəmiyyətlərdə. Yaltaqlıq cəmiyyətdə çoxalar. 60 yaşında, 70 yaşında qoca kişidir. Pula görə bir qalıstıqlı cavan olan qabağında, iki qat əyilib, heykəlin qabağında əyilib, ona dilindən, dibinə, dişinin dibindən çıxan nə tarif var hamısını verir. Nəyə görə? Nəyə görə? Özü dediyi sözlərdə layiq deyil. Halalları haram eləyərlər, haramları da halal eləyərlər. Cəmiyyətdə o şeylər gərək haram olaydı. Amma bizə onu halal kimi təqdim eləyəcəklər. Ağsaqqallar bağışlasın, imamın kəlamıdır. Kişilər haram yeməyə elə bir həddə çatacaq ki, pul qazansın deyə əxlaqsız qadınların qazancını yiyəcəklər. Danışanda kişilikdən danışır, amma əxlaqsız yuvası saxlayır. Onunla evinə çörək aparır. Əxlaqsız qadınların qazancından evinə aparır. Zinakar qadınları tərifləyərlər. Bu qadın əxlaqsızdır, zinakar, bu pislənməli idi. Bunu çıxardarlar televizorlarda bunun haqqında mədhiyyələr söyləyir. Bu zinakar idi. Amma zina eləyən qadınları cəmiyyətdə tərifləyərlər. Qumar aşkar olar. Qumarı əvvəl gizlində, yox, bu da qumar aşkardır. Adını dəyişərlər. Camaat Quran ayələrini eşitmək qulaqlarına ağır olar. Amma batili eşitmək qulaqlarına asan və şirin olar. Allahdan başqa niyyətə həccə gedərlər. Ziyarətləri də dəyişib ancaq elə şəxsi mənafi üçün eləyərlər. İndi biri atsın, biri sansın, biri ticarət üçün, biri səyahət üçün hədisdə gəlib. Camaatın qəlbi daşdaşar. Günahların ucbatından camaatın qəlbi daşır. Camaatda rəhm olmaz. Günün gündüzə çaxı görsən bir cinayət eləyir. Onu telefonla rahat çəkir, qoyur sosial şəbəkəyə. Qəlbi nədir? Daş daşıb. Qəlb daş bağlayıb. Dünyanın gözünün qabağında Fələstində 30 minə yaxın insan öldürülüb. Bunun 6 mindən çoxu körpələrdir. Körpəyə də baxmaq olmur. Çox qardaşlar baxıb axşam yata bilmirlər. Mənə danışırlar ki, daha baxmırıq o kadrlara. Çünki özümüzə gələ bilmirik. Dünya bunu görür, amma susur. Çünki qəlbi daş daşır. Camaat o adamın tərəfini tutar ki, o adam qalibdir. O ki güclüdür, o ki qələbə çaldı, hamısını əzə bildi, camaat onun tərəfini tutar. Halbuki kimin tərəfini tutmaq lazım idi? Haqqın tərəfini tutmaq lazım idi. Halal dalıcı olanları danlayarlar. Sən geridə qalmısan. Nə halal haram? Halal qazancını öyle, halal iş gördüğünü onu danlayarlar. Amma haram iş görənləri tərifləyərlər. Bu pis iş görür, bunu danlamaq lazım idi, bunu tərifləyərlər. Ən müqəddəs şəhər olan Məkkə, Mədinədə belə ləhv-i ləib, eş, işrət, haram musiqilər çalınar. Bugün göz qabağındadır. Səudiyyə İslam adına, din adına və şahı da Məkkə və Mədinənin xadimi, hərəmeyn-i şərifin və ilahi adlar qoymağına baxmayaraq bu günləri Məkkə, Mədinənin özündə də kazino, qumar, klub, nə desin haramları eləyirlər. Tanıyın bunları. Camaat arasından bir nəfər çıxıb camaatı yaxşı işə dəvət eləsə, gəlin yaxşı iş görək. Pis işdən çəkindirsə, camaat ona deyir ki, sən get, sənin vəzifən deyil. Halbuki din nə demişdir? Biz insanları görsək, yaxşı işə dəvət edib, pis işdən çəkindirməliyik, əmr bil məruf, nəhyəz münkər eləməliyik. Amma o adama deyirlər, sənin nəyivə lazım, sənin vəzifən deyil. Məscidlərə, cümləyə baxın, məscidlərə Allahdan qorxmayan adamlar toplaşar. Məscidlər dolu olar, amma kimlərlə? Allahdan qorxmayanlarla. Məscid nə üçün idi? Məscidə gələn Allahdan qorxmalı, oradan Allah qorxusuna çıxmalı idi.